Əzizləyicilər, şərtə əsasən AK bərabər BK olmalıdır. AK nə deməkdir? N əvəzinə K yazmış olacağım, o zaman nə olacaq? AK bərabərdir 2 vurulsun K plus 5. BK-nı tapmış olsam, N əvəzinə K yazmalıyam, o zaman olacaq BK bərabərdir K-nın kvadratı çıxılsın K çıxılsın 5. Və bunlar bir-birinə bərabər olmalıdır. O zaman qeyd edirəm, K kvadratı çıxılsın K çıxılsın 5 bərabərdir 2K plus 5. Və bir tərəfə keçirmiş olsam, K-nın kvadratı çıxılsın 3K, çıxılsın 10 bərabərdir 0. K1 bərabərdir, K2 bərabərdir. Toplayanda 3 vuranda mənfi 10 hansı ədədlərdir? 5 və mənfi 2-dir. A, K-dan söhbət getdiyi üçün, yəni K-nıncı həddən söhbət getdiyi üçün K natural olmalıdır, K 5-dir. K 5 olduğunu müəyyən etdim. Bizə isə lazımdır. Ayın ardıcıllığının ilk K həddini, yəni ilk 5 həddinin cəmini tapmaq lazımdır. Gedirəm o zaman S5 bərabərdir. Və ayın ardıcıllığına baxaq. Ayın ardıcıllığı əslində K'in plus 5 şəklindədir və K'in plus 5 şəklindədirsə həmişə ədədi silsilədir. O zaman S5-i ədədi silsilə kimi açmaq olar. İlk 5 həddin cəmi olacaq A1 plus A5 bölünsün 2 vurulsun 5. A1 tapmış olsam, burada N əvəzinə 1 yazmış olsam, 2 vurulsun 1 plus 5. Yəni olacaq əslində 7. Plus deməli, A5-i tapmış olsam, N əvəzinə bu dəfə burada 5 yazmalıyam. Olacaq əslində 2 vurulsun 5 plus 5. Yəni olacaq 15 qeyd edirəm. Bölünsün 2 vurulsun 5. Bu da yenidən bərabərdir. 7 plus 15 22 bölünsün 2 11. 11 vurulsun 5 bərabərdir 55. Düzgün cavab A variantı.